3 atom var, burada 8'dir, burada 11 və s. Amma biz məsələləri ümumi nə edəcəyik? Biz məsələdə hansı alkan olduğunu tapacağıq. 3 ən üstdəki. Ay sağ ol. Baxın atom sayı. Karbonun neçə atomu var? N. Hidrogende nədir? 2N plus 2. Onda ümumi atom sayı neçə elədir? 3N plus 2. Gəldik M-ə. Karbon ayrı neçədir? 12. Hidrogen ayrı neçədir? 1. 12-ni vurdu və nə? 12N. M-ə istəyir axırlıqsa. Üstə gəlsin. 1-i də 2N plus 2-yə vuranda cəmi elədi neçə? 14N plus 2. Deməli, alkanlarda M 14N plus 2. Gəldik proton sayı. Proton sayıları karbon protonu 6, hidrogende 1 verir bu məsələ həllərində. 6-nı vuracam mənə 6N, 1-i də vuracam 2N plus 2-yə, eləyəcək 8N plus 2. Bu proton sayı. Gəldik neutron sayı. Neutron necə tapırıq? Ayrıdan çıxırıq proton. 12-dən 6 çıxanda 6. 1-dən 1, 0. 6-da 6, 6-da elə vuranda bəli. Neutron sayı burada neçə elədi? 6. Gəldi polar, qeyri-polar, kovalent vuracam, rahat gəldi. Ham başa düşdü vuracam. İndi gəldi polar. Polar, kovalent rabitə nə ilə arasında yaranırdı? Polar fərqlər arasındadır, qeyri-polar eyni. Bəli. Polar müxtəlif qeyri-metallar arasında yaranırdı. Dedik, baxın. Qeyri-polar isə eyni qeyri-metallar arasında yaranırdı. İndi baxaq, polar kovalent rabitə sayı. Sizcə nə qədər olar müxtəlif qeyri-metallar arasında yaranır? Bilməsəz birini yazıb göstərəcəm. Baxın, gəlin bir də etan yazaq. Etan C2H6. Düzdür? Yazanda da uşaqlar, baxın, alkanlar doymuş karbohidrogenlərdir. Burada pi rabitəsi yoxdur. C2H6-nı çəkəndə quruluşunu yazanda 2 karbon deyil, yazdın 2 karbon. Biz bilirik ki, karbon neçə valentlidir? 4 valentli. Bir dənə CO2 3 valentlidir də, istisna olaraq donor asid rabitəsinə görə. Deməli, karbona 4 xət birləşməlidir. Biri var, onda neçə hidrogen çatışmış? 3 dənə. Bir xətti var, neçə hidrogen çatışmış? 3 dənə. İndi mənim görün, burada polar kovalent rabitə sayı nə qədərdir? Baxın. 6 dənə. Polar kovalent dediğim müxtəlif qeyri-metallar arasında. Yəni, karbondan hidrogen, baxın 1, 2, 3, 4, 5, 6. Bu da etanın quruluşu. Yəni, nəyə bərabərdir polar kovalent rabitə sayı? Hidrogenin sayına. Məsələn, C3H8-də olacaq 8, C4H10-da 10 dənə kovalent, polar kovalent rabitə. Onda polar kovalent nəyə bərabərdir? Hidrogenin sayına. Yəni, 2 plus 2. Gəldik qeyri-polar kovalent rabitə edə eyni qeyri-metallar arasında yaranır. Yəni, burada nə ilə nə? Karbonla karbon arasında. Mən onu N-lərlə yazmalıyım. Belə baxanda bilirsiniz, bir dənədir, bəli. Bəs N-dən necə yazacaq? Təkcə N olmur. Təkcə N olmur. Təkcə N necə olsun? Neçə karbonun var burada? Bəs neçədən qeyri-polar kovalent rabitən var? Bir dənə. N dənə karbon olanda Çən çıx bir. N çıxır, aşağılar. N çıx bir də. Baxın, 2 dənə karbon var, 2 karbon. Neçə rabitədir? 2 dənə. Deməli, həmişə baxın, propanı yazıram. Baxın, propan. Və hidrogeni qoymadım. Neçə karbon var? 3 dənə. Amma neçədən qeyri-polar? Deməli, qeyri-polar kovalent rabitə sayı N çıx bir. Yəni, həmişə karbonun sayından bir vahid əski olacaq. Gəldi indi, uşaqlar, əsas məsələ. Hibrid orbital sayı və qeyri-hibrid. Biz rabitə dərsini keçəndə demişdik, hibrid hansıdır? SP3-dür, SP2-dir, bir də SP-dir. Düzdür, hibrid budur. Yerdə qalan S-dir, ayrıca P-dir. Bunlar da qeyri-hibridlərə aiddir. Hibrid, yəni demişdik, S-lə P-nin cavabı kimi, birləşməsi kimi, ona görə bu hibrid. Deməli, alkanlarda da bütün karbon atomları sp3 hibrid vəziyyətində. Çünki sp3-ə hardan bilirdik? 4 sigma birləşirdisə karbon atomuna, deyirdik ki, bu atom sp3 hibrid vəziyyətindədir. sp3-də neçə hibrid orbital var? 4. Ondan yadda saxlayırıq. Pirarite yoxdur ki, görürük, alkanlarda ona görə bütün karbon atomları hansı hibrid vəziyyətindədir? sp3. Alkanlarda bütün karbon atomları sp3-dür. İndi bir dənə deməli, karbonda neçə dənə hibrid orbital var? Yox, tələsmin. Espreqoaz deyəcəm, yazarsınız. Bir dənə karbonda neçə hibrid orbital var? sp3-dürsə? 4 dənə. 4 dənə, ayzal. Bəs N dənə karbonda nə qədər olar? Yəni,
4 n qədər. Bir karbonun 4 hibrid orbital var alkanlarda, çünki hamısı sp3'dür. Onda n dənə karbonun nə qədərdir hibridi? 4 n qədər. Başa düşdünüz? Qeyri-hibrid bəs necə olar? Qeyri-hibrid dedik ki, bir dənə sp, sp2, sp3 olmasın. Qalan ayrıca s, ayrıca p nə olurdu? Qeyri-hibrid. Qeyri-hibriddə bizdə nə olacaq? Hidrogen. Çünki hidrogen nə elementidir? S elementidir. S. 2n plus 2. Yəni hidrogenin sayı